Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Seyidzadə bugünkü videoda məlumat verəcəyim ki, icra məmuru əgər məhkəmə qərarının və digər inzibati orqan qərarlarını icra etmirsə və eyni zamanda sizin həmin qərarı icra etməyə imkanınız yoxdursa, məsəl üçün borcu qaytarmaq imkanınız yoxdursa, sizdən gücünü tələb edir ki, borcu qaytar və bu halda nə etmək lazımdır məlumat verəcəyim. Əgər kimə maraqlıdırsa sona qədər izləsin. Eyni zamanda sizdən xahiş edirəm ki, videonu bəyənin və YouTube kanalına abunə olun ki, yaşlı şəxslər, evdən çıxa bilməyən şəxslər, hamilə qadınlar, xəstə şəxslər və mənim kimi əri arabasında olan şəxslər bilsin ki, telefonla hüquq məsləhəti alıb öz hüquqlarını müdafiə etmək olar. Mənim telefon nömrəm videonun izahı yerində YouTube kanalına qeyd olunub. Eyni zamanda YouTube kanalı şut bölməsində istənilən videonun üzərində var. Dediyim kimi mən əriliyi olan şəxsə telefona onlayn qaydada məsləhət verirəm. Eyni zamanda kimin imkanı varsa, yəni əyani şəkildə gəlib görüşər, məsləhət tələb edir. Bunun ərzələrdə yazıb e-mail, WhatsApp ünvanına göndərəm. Yəni mən özüm dediyim kimi ərili şəxs olduğuma görə insanlara başqa bir bir xidmət göstərirəm ki, yəni evdən bayıra çıxmasınlar, imkan daxilində. Başqa şeyin çətindir, getmək, gəlmək ona görə. Və bunu da bildirin ki, YouTube kanalına abunə olan şəxsizdir. Telefonla hüquq məsləhətini verilməsi 10 manatdır. Və yəni keçən mövzuya. Əgər icra məmuru məhkəmə qərarını icra etmirsə, digər inzibati orqanın qərarını icra etmirsə, eyni zamanda icranın bağlı sizlə məcbur edir ki, hökmən get pul ver və yaxud da evi boşalt və evi problemlə vasitələşirsin, nə etmək lazımdır, onu qeyd edim. Birincisi, onu qeyd edin ki, icra məmurunun müəyyən səlahiyyətləri var. Yəni sizin ölkədən çıxışınıza məhdudiyyət qoya bilər. Əgər, belə deyək də, pensiya kartı varsa, əmək haqqı kartı varsa, mavilik kartı varsa, borcuna bağlı oradan yəni tutulmasına bağlı sərəncam verə bilər. Amma bu prosedur nətə baş verir, onu qeyd edin birinci. Deməli, məhkəmə baxdı. Tutaq ki, rayon məhkəməsi baxdı birinci instansiya. Məsəl üçün, Yasama rayon baxdı, göndərdi, qarşı tərəf şikayət verdi apellyasiya məhkəməsinə və yaxud da iddiası tərəf özü də şikayət verir ki, mən qərardan narazıyam. Yaxşı təmin olmayıb. Apellyasiyada baxdı, təmin elədi. Ya icraya yönə, ya da ki, yenə qarşı tərəf kassasiya şikayəti verirsə, ali məhkəməyə baxır, ali məhkəmə qərarından sonra iş gedir icraçıya. İcra vərəqəsindən bir yerdə. Nəzərə alın, hörmətli icracı. Və icra məmuruna iş çatdığı gündən, işi qəbul elədiyi gündən 3 gün ərzində qərar qəbul etməli, işin icrasına başlamalıdır. Və həmin borcda olan şəxsə, məsəl üçün, indi borc çoxdur, ona görə, yəni borclarla məsələ çox olur, ona görə, ona görə onu çəkəyəm. Yəni məktub göndərir ki, fankəs 10 gün ərzində könüllü olaraq borcunuzu ödəyin. Yəni bu nə deməkdir? Hörmətli izləyicilər, onu qeyd edim. Bu o deməkdir ki, 10 gün ərzində siz könüllü şəkildə icra etdiniz. Etmədiniz 10 gündən sonra məcburi şəkildə məhkəmə icraçısı, yəni icra məmuru gəlir, icra edir və əlavə olaraq həmin borc miqdarının əlavə olaraq 700 manat da ödəməlisiniz. Yəni daha düzünü 10.000 manat borcunuz varsa 700 manat. Yəni ümumi nə qədər borcu varsa əlavə 7% məcburi ödəməlisiniz. Məcburi icra olduğuna görə. Və sizə mütəmadi məlumat verməlidir ki, qarşı tərəf söz verir ki, məsələn 5 günə ödəyəcək, 10 günə ödəyəcək, onu sizə deməlidir. Yəni siz əgər qasaq, daha çox bu amillə bağlı olur. Qarşı tərəf deyir ki, mənə amil ödəmir, icra məmuru ilə heç nə demir. İcra məmurunu qeyd edin ki, sizi telefona çağırmaq, nəsə eləmək elə yox. Məktub göndərməlidir birinci növbədə. Amma amillə bağlı hər ay olduğuna görə çağırırlar ki, bəs ödəməlisən. Eyni zamanda onu qeyd edin ki, icra məmurunu qərarın icra eləmədiyi halda inzibati məsuliyyət daşıyırsınız. Onu qeyd edin. İnzibati məsuliyyət dediyimə görə, yəni ya bu cərimə ola bilər, ya da həbs ola bilər. O halda baş verə bilər ki, məhkəmə müəyyən etsin ki, icraçı müəyyən etsin ki, siz qəsdən pulu ödəmək istəmirsiniz. Yəni sağlam adamdır,
qəsdən gedib işləmir. Yalandan deyir ki, məsələn, iş tapmıram və yaxud həqiqətən iş tapmır. Bu halda da belə deyək də, mütləq qaydada həmin şəxs məşğulluq idarəsində qeydiyyata durmalıdır. Məşğulluq idarəsi araç verməlidir ki, həmin şəxsə uyğun bizdə hər iki iş yoxdur. Əgər iş tapır böyləsə, bir dəfə, iki dəfə, üç dəfə vətəndaş imtina edirsə, o halda yəni ki, birlikdə məhkəmə qərarını hörmətsizlik kimi qiymətləndirir və həbs ola bilər, nəzərə alın. Və digər halda dediyim kimi, sizin belə deyək də, əmək haqqına, pensiyaya və yaxud belə deyəm, müavinət üzrə, yəni kart vasitəsilə tutulmasını təmin edə bilər. Yəni sizin pensiyadan, müavinətdən əmək haqqını tuta bilər. Eyni zamanda onu qeyd edin ki, əmlakı yönətmə məsələsi var. Amma yeganə yaşadığınız evdirsə və yaxud hansısa bizim məsələn dəyərcizsə, hansısa bir əşyanız varsa, onun sonra pul qazanırsınızsa, həmin əmlakı yönədə bilməsi icrası qəti qadağandır. Nəzərə alın. Hörmətli icracı, biraz üzvü hesab edin, soyuq dəyib ona görə o bizim səsin belə bir çıxsın. Və onu qeyd edin ki, əgər icra məmuru sizin məhkəmə qərarını icra etmirsə, ondan birinci növbədə hər rayonun öz icra məmurunun rəhbəri var. Yəni rəisi var, müavini var. Ondan şikayət edə bilərsiniz. Həmin müavinlə rəis də gəlib ona xəbərdarlıq edəcək ki, işi bu icraya yoxsa bizdən şikayət gedir. Sonra məhkəmə qərarlarının icra idarəsi var. Ədliyyə Nazirliyinin, ona müraciət edə bilərsiniz. Və nəhayət Ədliyyə Nazirliyində özündə yəni icra ilə işləyən bir qurum var, orada müraciət edə bilərsiniz. Nəzərə alın, hörmətli icracı, əgər icra etmirsə. Qeyd edin ki, əgər evdən çıxma imkanınız yoxdursa, 195 çağırım mərkəzində bütün nazirlikə yığıb, orada vergi idarəsi var, orada belə İqtisad Naziri var, vergi idarəsinin digər qurumları var və Ədliyyə Nazirliyinin qurumu da qeyd olunur, orada deyir daxili nömrə məsələn 5-dür, 3-dür, neçədirsə onu qeyd edir. Onu yığaraq şikayətinizi verə bilərsiniz. Nəzərə alın. Eyni zamanda bunun əlavə icra məmurundan şikayət məhkəmənin özünə verə bilərsiniz ki, vəzifənin dairədə məhkəmə qərar qəbul edib, falan işdən bağlı həmin qərarı, yəni icrası icra etmir. Xahiş edən tədbir görürsünüz, orada məhkəmədən onu çağıracaq, belə deyək, məlumat alacaq ki, nəyə görə icra etmirsə, nə əsasına icra etmirsə. Onda da icra məmuru belə deyək, məcbur hərəkətə keçəcək. Hörmətli icracı, nəzərə alın. Mütləq qaydada. Qeyd edildiyi kimi, evdən çıxa bilməyən şəxslər üçün, yaşlı şəxslər üçün, hamilə qadınlar üçün, mənim kimi ərli arasında olan şəxslər üçün və digər səbəbdən ərli olan şəxslər üçün mən telefonla, yəni hüquqi məsləhətlər verəm, ərizələri yazı, e-mail, WhatsApp ünvanlarına göndərəyəm ki, əziyyət çəkməsinlər, evdən çıxmasınlar, hüquqlarını müdafiə etsinlər. Mənim telefonum videonun uzaqı yerində YouTube kanalında qeyd olunub, eyni zamanda YouTube kanalı tutulmasını istənilən videonun üzərində var. Qeyd edin ki, telefonun hüquqi məsələnin verilməsi 10 manatdır. Mən özümdə dediyim kimi əlvi olan şəxsəm, yəni onunla da ən minimum qiymət qoymuşum ki, insanlar rahat hüquqlarını müdafiə etməsi üçün müraciət etsinlər. Ona görə zəhmət olmasa videonu bəyənin və YouTube kanalına abunə olun ki, hamı bilsin, mənə dəstək olun. Bu videonun paylaşmayla diqqətinizi göstərin, hörmətli icracı. Sağ olun.